Səbəb nüzul xüsusi baş verən hadisə ilə əlaqədardır. Şən nüzul şəxs, hadisə, keçmiş, gələcək, əhkam vacibliyi, ayələrdə deyilir. Məsələn, filan ayə mələyi, peyğəmbərlərin isməti barəsində nazil olub. Gəlir filan ayə mələyin və ya peyğəmbərin isməti barəsində nazil olub. Bu arada şə'nən nüzul, sırf bir mövzu, şəxs barəsində. İkisi bir yerdə, yəni 6236 ayə var. Bunların içərisində deməli iki hissəyə bölürlər. Səbəb-i nüzul olan ayələr, səbəb-i nüzul olmayan ayələr. Hər hansı bir hadisə, sual olmadan gələn ayələrimiz, məsələn Fatihə surəsi, məsələn deyirəm də. Və yaxud da hər hansı bir hadisə və sual-cavab barəsində onun müqabilində nazil olan ayələrimiz. Deyir, bunu bölürlər. Deyirlər ki, ikisi bir yerdə səbəb-i nüzul, yəni hadisənin müqabilində hadisə baş verir, sual-cavab olub orada, onun müqabilində gəlib peyğəmbər ayələrimiz 1200-4000 arasıdır. 1200-4000 arasında hadisələr və ya sual-cavab müqabilində gələn ayələrimiz var. Keçmişdə, məsələn, şə'n nüzul dedi, şəxsi, hadisədir, keçmiş, gələcək, əhkam vacibliyi ayələrdə qeyd olunur. Şə'n nüzul keçmişdə, gələcəkdə şəxs barədə baş verən ayələr. Məsələn, Quranda ayəmiz var, Bəqərə 207 olmalıdır. 207-də ayəmiz gəlib orada İmam Əli haqqında. Bilirsiniz də, Peyğəmbər hicrətdə hicrət edir və onun yerində yatır Əli əleyhissalam. O da Leylətul Məbit, yəni Peyğəmbərin yerində yatmaq gecəsi. Bu həm ayə, həm şə'n nüzuldur, həm səbəb nüzuldur. Şə'n nüzul, yəni şəxs barəsində. Səbəb nüzul, hadisə baş verib. Hadisə baş verib və burada şəxs də var, bu bara gəlib ayəmiz. Bir də var ki, şə'n nüzulun özü. Şə'n nüzulda, məsələn, tutaq ki, o dövrdə bir hadisə baş vermir. Məsələn, deyək, Əbrəhəm məsələsi, Nəmrudun məsələsi, Fironun məsələsi. O, çoxdan baş verir. Peyğəmbərə Allah təala ayəni göndərir, hər hansı bir keçmişdə baş verən hadisə barəsində. Bu da nə? Şə'n nüzul. Yəni, sırf Əbrəhə haqqında, Əbrəhə, bilirsiniz də, o quşların hücumu, fil məsələsi, Kəbə evinə, xüsusi bir ayə yox. Ayə, hadisə baş verir, sonra onu xatırlatsın deyə gəlir ayəmiz. Səbəb nüzul varsa, şə'n nüzul da var. Səbəb nüzul, yəni ayəmizin nazil olma səbəbi varsa, deməli orada şə'n də var, şə'n nüzul da var, şəxs də var. Oğurluq etmək ayəsi gəldi, bu nazil olma səbəbidir. Nazil olma səbəbi varsa, deməli orada şə'n nüzul da var, şəxs də var. Yəni bir nəfər var idi ki, adı Əli, Vəli, Pirvəli, Həsən, Hüseyn filan kəs, onun haqqında gəlib ayə, o əməl eləyib deyə gəlib ayə və ayədə nədir? Ümumidir. Təkərlərim, səbəb nüzul varsa, şə'n nüzul da var. Hər şə'n nüzulun səbəb nüzulu yoxdur. Hər şə'n nüzulun səbəb nüzulu yoxdur. Yəni Əbrəhə haqqında ayəmiz gəlir. Şə'n yəni şəxs. Yəni şışı, belə bir düstur. Şə'n nüzul müəyyən bir şəxs haqqında ayə gəlirsə, şə'n nüzul o demək deyil ki, səbəb nüzul var. Yəni ayənin nazil olma səbəbi onda artıq yoxdur. Gəlib şəxs barəsində, Əbrəhə haqqında. Nəinki məsələn üçün o hadisə hələ indi baş verdi. Bu da bir məsələ. Ayələrin şə'n nüzulunu bilsək nə olacaq? Bilsək ki, ayələr gəlib bunun üçün səbəb nüzulunu bildi, filan hadisə oldu, gəldi.
Bizə bunun nə xeyri var? Və burada 4 dənəsini yazıb mən əlavə ki də qeydləyəcəm. Ayələrin şə'n nüzulunun bilməyinin faydaları. Bildi ki, ayə gəlir filan kəs barəsində və yaxud da filan hadisə baş verdi. Məsələn, maddə 55 idi o. Rükuda zəkat verənlər. Rükuda sizin vəliyiniz, Allah, Peyğəmbər və namaz qanında, rüku halında öz üzgün zəkat verən şəxslərdir. Düzdür? Kim barəsindədir? Ayə gəlibsə, deməli bunun gəlməsinin səbəbi var. Və orada şəxs var. Kimdir? Əli əleyhissalam.